Sınağımızın izahına baxaq. Birinci sual deyir, bu mübarizədə kimin qalib olacağı bizdən asılıdır. Cümləsindəki sözlərlə bağlı doğru fikri müəyyən edin. Birincidə deyir, təsriflənməyən feil işlənmişdir. Cümləyə fikir versək, bizim bu cümləmizdə bir feil var. O da qalib olacağı feilidir. Və bilirik ki, təsriflənməyən feillər məsdər feili, sifət feili bağlamadır. Məsdərin şəkilçisi maqməkdir. Feili sifətin şəkilçiləri anmışdıq, acaq asılmalı. Deməli, burada biz acağı görürük, düzdürmü? Və biz demişdik ki, dık plus mənsubiyyət və dık plus mənsubiyyət və acaq plus mənsubiyyət. Bunların qarşısında yiyəli hallı söz gəlsə belə, bunlar yenə də feili birləşmə sayılır. Feili birləşmə. Baxırıq, kimin qalib olacağı, kimin olacağı. Deməli, bu feili birləşmədir. Feili birləşmədirsə əsas tərəfi nədir? Feili sifətdir. Acaq plus mənsubiyyət feili sifətin şəkilçisidir. Birinci düzdür. Sifət xəbərli şəkilçisi qəbul edib. Sifətimiz burada asılıdır sifətidir. Necədir? Asılıdır. Deməli, deyir, durdur. Bildirir ki, xəbərli şəkilçisidir. Bu da doğru fikirdir. Əvəzliyin yalnız iki məna növünə aid söz var. Cümləyə fikir versək, burada əvəzliklərimiz bu, kimin və biz əvəzliyidir. Bu işarə əvəzliyidir. Kim sual əvəzliyidir, biz isə şəxs əvəzliyidir. Biz əvəzliyin burada üç məna növünü gördük. Deməli, bu səhv fikirdir. İki mücərrəd isim var. Cümləyə nəzər yetirsək, cümlədə yalnız bir isim var. O da mübarizədə sözüdür. Və mübarizədə sözü də, bəli, mücərrəd isimdir. Amma deyir, iki mücərrəd isim var. Deməli, yanlışdır. Bizdən doğru fikir dediyi üçün birlə ikini götürürük. İkinci sualımıza baxaq. Nümunədəki sözlərlə bağlı doğru fikri müəyyən edin. Ayçəmənin çiçəyi, niyə soldu ləçəyin? Bu dünyanın gerçəyi, yalanı xatirədir. Baba Vəziroğlundan belə qəşəng bir şeirdir. Deyir, çox mənalı söz yoxdur. Doğru fikri seçməliyik. Çox mənalı söz yoxdur. Əgər biz şeirə fikir versək, burada ay nidası işlənmişdir. Çox mənalı deyil. Çəmən çox mənalı deyil. Çiçək sözü çox mənalı deyil. Niyə çox mənalı yoxdur? Çox mənalı bilirik ki, bir məcazi mənası varsa o çox mənalıdır. Soldu feilinə fikir versək, solmaq. Biri var, məsələn, gülün solmağı, bir də var həyatın solmağı, ömrün solmağı. Bu artıq məcazi mənadır. Deməli, bir dənə çox mənalı söz tapdıq biz. Variantımızda deyil, çox mənalı söz yoxdur. Deməli, səhvdir. Digər sözlərə nəzər yetirsək, ləçək çox mənalı deyil. Bu, dünya, gerçək, yalan və xatirə sözlərinin məcazi mənası yoxdur. Yalnız burada soldu sözümüz çox mənalıdır. Və Azərbaycan dilində ümumiyyətlə feillərin çoxu, uşaqlar çox mənalı olur. Baxsaq, elə görərik ki, burada soldu feili də çox mənalıdır. Bütün misraların son sözünün amonimliyi var. Birinci misranın son sözü çiçəkdir. Çiçək bilirik ki, amonimdir. Mən sizə demişdim, biri var çiçək gül mənasında, bir də var çiçək xəstəliyi. Deməli, amonimdir. Amma ləçəyin amonimliyi yoxdur. Gerçəyin amonimliyi yoxdur. Xatirənin amonimliyi yoxdur. Xatirə, ay müəllimə, insan adı kimi ola bilməz. Xeyr, xüsusi isimlər bilirsiniz ki, amonimlik yaratmır. Bütün misraların yox, yalnız birinci misranın amonimliyi var. Bir-biri ilə əks mənalı olan sözlər var. Gerçək və yalan sözləri, uşaqlar, bilirsiniz ki, bir-biri ilə əks mənalıdır. Deməli, cavabımız C variantıdır. Bütün sözlərin leksik mənası var. Xeyr, burada ay nədir? Nida, köməkçi nitq hissəsidir, yalnız qrammatik mənası var. Bir-biri ilə sinonim sözlər, sinonim olan sözlər iştirak edib. Baxsaq, bu cümlədə heç bir söz bir-biri ilə sinonim deyil, yaxın mənalı deyil. Deməli, düzgün cavab variantımız C-dir. Növbəti suala baxaq. Leysan yağdı və küçəmizdən sel axmağa başladı. Tabesiz mürəkkəb cümləsində tərkib hissələri arasında hadisələrə aiddir. Tabesiz mürəkkəb cümlənin məna əlaqələrini tapın deyəndə mən demişdim ki, uşaqlar, siz ən çox ardıcıllıqla səbəb nəticədə çaşacaqsınız və ipucu da verdim ki, ardıcıllıqda əvvəl sonra qoya bilirik. Əvvəlci komponentə əvvəl, sonrakına sonra deyə bilirik və digər tapmanın asan yolu da səbəb nəticəni tapmanın asan yolu. İkinci tərkib hissəyə mən niyə sualı verirəm, niyə? Əgər cavabı birinci tərkib hissədədirsə, deməli bu
olacaq səbəb-nəticə əlaqəsi. Mən indi sual verirəm ikinci tərkib hissəyə. Küçəmizdən sel niyə axmağa başladı? Səbəb odur, cavabı nədir? Leysan yağdı. Deməli, cavab birinci hissədə var. Bu deməli səbəb-nəticə əlaqəsidir. Amma uşaqlar, ardıcıllıqda ikinci tərəfə niyə sualı verəndə cavab birinci tərəfdən çıxmır. Məsələn, deyirəm ki, qapı açıldı. Qapı açıldı. Vergül, atam gəldi. İndi sən ikinci tərəfə denən niyə, atam niyə gəldi? Deyə bilərsən ki, qapı açıldı deyə. Xeyr, cavabı belə deyil. Atam bu evə gəlib, yəni kim deyər ki, qapı açıldı deyə evə gəldim. Deməli, cavab birinci tərəfdən çıxmır. Bu ardıcıllıqdır. Amma səbəb-nəticəni tapmanın ən rahat yolu ikinci tərkib hissəyə niyə sual verirsən? Cavabı birincədədirsə, deməli, səbəb-nəticədir. Ardıcıllıq ola bilməz. Qarşı-qarşıya zidd təşkil edən məqam yoxdur. Biri digərini aydınlaşdırmır. Aydınlaşdırma onda adətən qoşa nöqtə olur. Eyni zamanda baş verir. Zamanla da qarışdırmamaq üçün uşaqlar zaman əlaqəsində cümlələrin yerini dəyişəndə problem olmur. Məsələn, deyirsən ki, musiqi çalınır, uşaqlar rəqs edirlər. Uşaqlar rəqs edirlər, musiqi çalınır. Sən eyni anda komponentlərin yerini dəyişdirəndə cümləyə xələl gəlmir. Amma bu cümlədə komponentlərin yerini dəyişə bilərsənmi? Küçəmizdən sel axmağa başladı, leysan yağdı. Xeyr, görürsünüzmü? Cümlədə bir məntiqi cəhətdən pozğunluq yaranır. Deməli, bu eyni zaman əlaqəsi olmaz. Dördüncü suala baxaq. Deyir, söz sırası pozulmuşdur. Uşaqlar, söz sırasının pozulmağı adətən xəbərin mübtədanın yerini dəyişməsi ilə bağlıdır. Mən qocalmışam ya zəmanəmi? Burada mimumi sual adatıdır və heç də söz sırası pozulmayıb. Hər şey yerindədir. Dənizdən ayrılmış qupquru qaya qədim xatirə əyib başını. Burada uşaqlar, xəbərimiz əyibdir. Tamamlıqdan əvvələ keçib. Ola bilməz axı. Başını əyib formasında olmalıdır. Deməli, söz sırası pozulub. Yəni, inversiya baş verib. Bir arzum var, ay adamlar, qoyun deyim. Burada xitabın işlənməsi ümumiyyətlə söz sırasının pozulmasına aid ola bilməz. Yəni, xitab söz sırasını pozmur. Yazda keçiriləcək tədbir aylarla yubandı. Burada da hər şey qaydasındadır. Yeni qonşular bir yaz axşamı gəldilər. Burada da heç bir söz sırası pozulmayıb. Traktor xəndəyin yanına çatanda yaşlı gödəkçə geymiş oğlan arxa adlayıb bu tərəfə keçdi. Keçdi, nə etdi? Kim oğlan? Nə vaxt keçdi? Anda, əndə, feili bağlama var. Deməli, hamısını tabe eləyəcək tərkib yaradacaq. Traktor xəndəyin yanına çatanda. Hansı oğlan geyinmiş? Feili sifət şəkilçi görürəm. Deməli, özündən əvvəl şərdə tabe edəcək. Hansı oğlan yaşlı gödəkçə geyinmiş? Haraya keçdi? Bu tərəfə. Parçalanmayan birinci növdə bu tərəf. Necə, nə tərzdə keçdi? Arxa adlayıb, adlayaraq. Bu da tərz hərəkət zərfliyidir. Bizə deyir, hansı cümlə üzvü iştirak etməyib? Deməli, bizim tamamlığımız yoxdur. Hansı cümlədə həm tabelilik, həm də tabelsizlik əlaqəsi var? Biz bilirik ki, tabellik əlaqəsi xəbər əsasında formalaşan bütün cümlələrdə olur. Yəni, ikinci dərəcəli üzvlərlə xəbər arasında, mübtəda ilə xəbər arasında tabellik əlaqəsi olur. Amma tabelsizlik əlaqəsi sadalanan sözlər arasında olur. Bizə deyir, ikisi də olsun. Arif, sıxılma, ürəkli ol. Burada biz ikisini eyni anda görmürük. Düzdürmü? Arif bizdə xitabdır. Sıxılma, nə etmə, sıxılma, ürəkli ol. Burada tabellik əlaqəsi yoxdur. Hər yanda bir qərib axşam səssizliyi vardır. Uşaqlar, burada tabelilik var, amma tabelsizlik yoxdur. Sadalanma yoxdur. Ulduzlar iri və parlaq görünürdü. Görünürdü nə ulduzlar, necə, nə tərzdə? İri, parlaq. Deməli, bu da bizim tərzi hərəkət zərfliklərimizdir. Həm sadalanan sözlərdir. Bunların arasında tabelsizlik əlaqəsi var. Həm də ikinci dərəcə üzvlərlə xəbər, mübtəda xəbər arasında tabellik əlaqəsi var. Cavabımız budur. Maraqlı odur ki, süni intellekt şahmat üzrə dünya çempionatına qalib gəlib. Burada isə bizim sadalanan sözlərimiz, yəni tabelsizlik əlaqəmiz özünü göstərmir. Bura, bu məktəb mənə doğmadır. Doğmadır kimə, mənə, hara, bura, yəni bu məktəb. Burada da uşaqlar tabelsizlik əlaqəsi özünü göstərmir. Çünki sadalanan sözlər yoxdur. 7-ci suala baxaq. Deyir, cədvələ əsasən uyğun nümunələri müəyyən edin. Mürəkkəb söz yazılışından fərqli tələffüz olunur. Deməli, mən tapmalıyam ki, mürəkkəb söz yazılışından fərqli tələffüz olunsun. Avtomatik inadkar sözünü çıxıram. Çünki inadkar sözü mürəkkəb deyil. İkiləri çıxıram avtomatik cavab variantımdan.
tərəfindən. Daha sonra baxıram, düzəltmə söz yazıldığı kimi tələffüz olunur. Biz bilirik ki, sarsıntı qurluqca sadədə düzəltmə deyil və sadə qəlbdə qurluqca mürəkkəbdə düzəltmə deyil. Avtomatik 4 ilə 5-ə də çıxan kimi cavabım qalır. İndi suala baxaq. Aşağı yuxarı yazıldığı kimi tələffüz olunur. Fərq yoxdur. Amma sarı köynəyin tələffüzündə sondakı x ştrixə keçir. Düzəltmə söz insanpərvər elə yazıldığı kimi də tələffüz olunur. Pərvər leksik insan sözün kökü. Deməli cavabımız 3-6-dır. Biz sabah kəndə doğma obamıza gedəcəyik cümləsində əlavə hansı cümlə üzvünə aiddir? Gedəcəyik. Kim? Biz. Haraya? Kəndə. Yəni doğma obamıza. Bir sözə, bir üzvə həm hara, həm haraya sualı verə biliriksə eyni anda deməli o yer zərfliyidir. Hansı nümunə əmr cümləsidir? Əmr cümləsinin sonunda bilirik ki, nöqtə işarəsi qoyulur. Avtomatik B getdi, bu nida cümləsidir. Və bilirik ki, əmr cümləmizin xəbəri feilin əmr şəklində olur. Amma hazırlanmalıdır da, malum-əli vacib şəkildə, bu da getdi. Və bilirik ki, əmr cümləmizin xəbəri əmr şəklində olursa, deməli, yalnız feili xəbərli olur. İsmi xəbərli ola bilməz. C ilə D variantlarımız toy bayramdır, nədir? Problemdir, nədir? Deməli, bunlar ismi xəbərlidir. Cavab qalır A variantına. Gedək feilin əmr şəklindədir. Gəldə əmr adatı ilə işlənir. Sonda da nöqtə qoyulub, deməli əmr cümləsidir. Müəyyən şəxsdə cümlənin müəyyənidir. Yəni mübtədası olan. Tər çiçək qoxulu yaz səhəri. Bu adlıq cümlədir. Bu sənədlərə artıq baxılıb. Baxılıb nəyə? Sənədlərə. Hansı bu? Mübtəda yoxdur, təsəvvür edə bilmirəm. Şəxs sizdir. Adam yıxıldığı yerdən qalxar. Qalxar kim? Adam. Mübtədamız var. Deməli müəyyən şəxsdir. Çayı soyuq içməzlər. Hamıya aiddir. Ümumi şəxsdir. Bugün küçəmizə asfalt örtüyü çəkdilər. Çəkdilər kim? Onlar. Mübtəda 3-cü şəxsin cəmində buraxılarsa, bu da qeyri-müəyyən şəxsli hesab olunur. Baxaq mətnimizə. 11-ci sualımızda bizə deyir ki, mətndəki hadisələrin ardıcıllığını müəyyən edin. Biz də bilirik ki, baxsaq mətnə, birinci şah idarəçilikdən uzaqlaşır. Əvvəlcə 3 gəlir, daha sonra digər bir düşmən ölkənin müharibəyə hazırlaşan zaman xəzinəyə baş çəkir, xəzinənin boş olduğunu görür. Daha sonra səhraya gedərkən bir çobana rast gəlir və daha sonra vəzirlə yazışmaları aşkara çıxır. 3, 4, 1, 2 cavab variantımızdır. Mətnin ideyasına uyğun atalar sözünü müəyyən edin. Bu tipli sualları yazan zaman sən qayıdıb mətnin ideyasının olduğu nəticə hissəsinə, əsasın son abzası və nəticə hissəsində mətnin ideyası öz əksini tapır. Qayıdıb təkrar-təkrar o hissələri oxumalısan. Və o, məsələn, nəticə hissəsini oxuyursan ki, Bəhram Şahın çobandan eşitdiyi əhvalat onun üçün bir güzgü olur, sarayına qayıdıb vəziyyəti araşdırır, əmin olur ki, ölkəni bu günə salan onun vəziridir. O vəzirin evində axtarış apartdırır, məlum olur ki, vəzir gizli şəkildə düşmən ölkənin şahı ilə yazışır. Bundan sonra Bəhram Şah vəzirini cəzalandırır və heç vaxt ölkənin idarəsini nəzarətsiz qoymur. Mətnin ideyasına uyğun atalar sözü. Deməli, biz nəticə hissəmizdə görürük ki, Bəhram Şahın bir məğlubiyyətin nədən ibarət idi? Vəzirinə həddindən artıq inanmasında, etibar etməsində və öz ehtiyatını əldən verməsindədir. Deməli, bizim ideyamıza uyğun atalar sözü də odur ki, ehtiyat igidin yaraşığıdır. Əgər zamanında Bəhram Cür vəzirə bu qədər çox inanmayıb, ölkənin idarəsini özü eləsəydi, bu hadisə ilə də üzləşməzdi. Deməli, ehtiyat igidin yaraşığıdır. Həyatda heç kəsə tam 100% güvənmək olmaz. Hətta deyir, ağgülün belə kölgəsi olur uşaqlar. Heç kəs arxasız olmasın. Burada bizim hökmdarımız arxasız deyildi, yəni kimsəsiz deyildi. Ümumiyyətlə mətnimizdə bundan bəhs olunmur. Heç kəs öz ayranına turş deməz. Burada belə bir məqam yoxdur. Bu ki, nə mənadadır? Yəni, heç kim özününkinə pis deməz də. Axı, burada görürük, Bəhram Şah etibar elədiyi bir vəzir axırda həqiqətən də namərd çıxır. Dost mini isə azdır, düşmən biri isə çoxdur. Uşaqlar, bu mətnin ideyasına uyğun deyil. Ona görə deyil ki, bu mətnimizdə bizim dostluqdan və sadiqlikdən daha
Nədən danışılır? Dostluqdan daha çox elə bil insana olan münasibətdən söhbət gedir. Vəzir şahın ən yaxın xidmətçisi idi və dövləti tapşırdığı adam idi. İt də görürük ki, çobanın sürünü qorumaq üçün tapşırdığı bir heyvandır. Burada əsas məsələ olan uşaqlar dostların sayı, düşmənin sayı deyil. Burada etibar edilən bir insanın, bir heyvanın, çoban timsalında heyvanın xəyanətidir. Etibar edilən bir kəsin xəyanətidir. Burada bizə ən çox çatdırılan odur. Və deyir ki, ay insan, sən heç kəsə tam güvənmə, etibar etmə, ehtiyatını əldən vermə. Ehtiyat nədir? Tədbir. Yəni tədbiri əldən qoyma. Ona görə də ehtiyat igidin yaraşığıdır, daha doğrudur. Hesabı təmiz olanın üzü ağ olar. Xeyr, hesabı təmiz deyildi vəzirin, üzü də ağ olmadı sonunda. Vəzirin xəyanətini sübut edən sənədli faktdır. Fakt nə idi uşaqlar? Vəzirin evində araşdırma aparır, hökmdar görür ki, evindən gizli yazışmalar tapılıb. Mətnin giriş hissəsində aydın olmur. Giriş hissəsində baxıram, giriş hissəsi bu abzasda deyir. Bəhram Cür adlı bir hökmdar öz vəzirinə çox inanırmış, şah ölkənin dar olması vəzirinə tapşırıb, özü ov, əyləncə ilə məşğul olurmuş, vəzir isə ölkəni bildiyi kimi idarə edirmiş. Deməli deyir ki, mətnin giriş hissəsində bizə nə aydın olmur? Mətndəki problem. Mətnimizdə bu problem nə idi? Mətnimizdə problem Bəhram Gürün həddindən artıq vəzirinə inanmağı idi. Deməli problem də bizə giriş hissədə aydın olur da. İnandığı üçün tapşırır idarəçiliyi ona, özü gedir əyləncə ilə məşğul olur. Vəzir də istədiyi kimi idarə edir. Deməli problem bizə aydındır. Bir obrazın digər obraza münasibəti. Biz hökmdarın vəziri olan inamını görürük burada. Aydındır. Dövləti idarə edənlərin kim olduğu aydındır. Vəzir idarə edirdi. Mətndəki əsas fikir. Uşaqlar, heç oxumasaq belə bu mətni, siz bilirsiniz ki, mətndəki əsas fikir çox vaxt nəticə hissədə olur. Əsasın son abzası və nəticə hissə. Mətndəki əsas fikir çox vaxt bu hissələrdə olur. Giriş hissədə nə vaxtdan əsas fikir ola bilər ki? Qətiyyən, mətn ideyası, əsas fikri nəticədə üzə çıxır. Çox vaxt nəticədə, əksər hallarda əsasın son abzasında da ola bilər. Obrazların müəyyən xüsusiyyətləri görürük ki, Bəhram Gür necə obraz idi? İdarəçiliyi düşünmür, öz əyləncəsinə, keyfi ilə məşğul olan bir obrazdır. Sonuncu abzasda nöqtələrin yerinə yazıla bilər. Sonuncu abzasa baxaq, deyir, Bəhram Şahın çobandan eşitdiyi əhvalat onun üçün bir nə olur? Uşaqlar, deməli maneə ola bilməz. Çünki sonradan gəldi, vəziri araşdırdı, xəyanəti üzə çıxartdı, maneə deyil, əyləncə deyildi, sir deyildi, çünki sirri aşkar etdi. Uşaqlar, sanki Bəhram Gür çobandan eşitdiyi bu əhvalatla bir dərs alır. Səhvini görür sanki, öz eybini görür. Deməli, sanki bu əhvalat ona güzgü olur, güzgü. Burada o güzgü məcazi mənadadır. Bizim o üzümüzə baxdığımız əşya güzgüdən, konkret isimdən söhbət getmir. Burada güzgü mücərrəd mənadadır. Mücərrəd yəni həqiqəti əks etdirən bir vasitə mənasındadır. Həqiqətən də çobanın bu əhvalatı ona bir vasitə olur, bir güzgü olur. Təsəlli ona görə olmaz ki, burada hökmdarımız təsəlli o adama verilir ki, o bir yas içərisindədir, qəmlənib, kədərlidir, ona deyilən bir söz, edilən bir hərəkət ona təsəlli verməkdir. Axı çoban burada ona təsəlli vermir. Çoban heç əhvalatı bilmirdi. Sadəcə bu əhvalatı deyəndə sanki Bəhram Gür da öz səhvini görür. 16-cı suala baxaq. Deyir, mətnin ikinci abzası əslində iki abzas şəklində verilməlidir. Yeni abzas hansı cümlə ilə başlamalıdır? Mən sizə demişəm ki, bu tip sualları eləyən zaman fikir verməlisiniz nəyə? Əgər bir cümlə özündən əvvəl gələn cümləyə göndəriş eləyirsə, yəni əvvəlki cümlə ilə bağlı informasiya onda da əks olunursa, onu biz yeni abzasdan başlaya bilmərik. Yeni abzasdan tamamilə yeni informasiya verən bir məlumatı biz başlaya bilərik və hətta demişdim ki, kinoda təsəvvür edin, baxırsınız kinoya, yazılır bir həftə sonra. Bir həftəyə qədər eyni proseslərdən danışırıq, bir həftə sonra artıq yenilənir. Deməli,
müxtəlif zaman kəsiyi olanda biz onu yeni abzasdan başlayırıq. Heç mətni oxumasam belə burada görürəm ertəsi gün digər zaman kəsiyidir. Cavabımız bu olur. İndi mətnə diqqət edək. Deyib bir gün bir düşmən ölkənin Bəhram Şaha qarşı müharibəyə hazırlığı aşkar olunur. Şah döyüşə hazırlaşma məqsədilə xəzinəyə baş çəkir. Şah döyüşə hazırlaşma məqsədilə xəzinəyə baş çəkir əvvəlki cümlə ilə bağlıdır. Çünki hökmdar müharibə elan etmişdi. Xəzinənin boş olduğunu görür. Bu da əvvəlki ilə bağlıdır. Çünki xəzinəyə baş çəkir görür. Məsləhət almaq üçün aqilləri çağırır. Niyə çağırır? Görür ki, xəzinə boşdur ona görə. Onlar da zindana atılmış ya da didərgin salınmışdılar. Deməli, kimlər? Kimlər onlar? Aqillər. Bu da əvvəlki cümləyə göndəriş eləyir. Deməli, mən bunların heç birinin yeni abzasdan başlaya bilmərəm. Amma ertəsi gün Bəhramşah fikirli halda ata minib səhraya üz tutur. Bu, əvvəlki cümləyə aqillərin zindanın salınmağına göndəriş eləmir. Deməli, bunu yeni abzasdan başlamalıyam. Bəhram Şah və çobana aid ortaq cəhətləri müəyyən edin. Xəyanətlə üzləşir, doğrudur. Hər ikisi, biri itin xəyanəti, biri vəzirin xəyanəti ilə üzləşir. İdarəçilikdən bir müddət uzaqlaşıb əyləncəyə meyl edir. Çoban idarəçilikdə, uşaqlar heç bir rolu yoxdur axı çobanın idarəçilikdə. Ona görə iki ortaq deyil. Xəyanət edəni cəzalandırır, bəli. Vəziri cəzalandırır Bəhram, iti cəzalandırır çoban. Yersiz etibar göstərmir, yanlışdır. Bəhramcı kifayət qədər yersiz etibar göstərirdi. Başına gələnə bənzər hadisədən dərs alır uşaqlar. Başına gələnə bənzər hadisə deyil daha, tamamilə fərqli hadisələr idi. Biri qurdun qoyunu yeməsindən söhbət gedir. Birində isə insan faktorudur söhbət. Bənzər hadisə deyil. Deməli cavabımız olur 1, 3. Mətndən hansı nəticəni çıxarmaq olmaz? Deyir, cinayət cəzasız qaldıqca fəlakətə səbəb olar. Uşaqlar, bu nəticəni çıxara bilərik. Burada cinayət kiminsə qanun töhməyindən getmir. Uşaqlar, cinayət dedikdə biraz geniş baxmaq lazımdır bu anlayışa. Mənəvi xəyanət nəzərdə tutulur. Burada vəzirin cinayəti, yəni dövlətə xəyanəti, vətənə, şaha olan xəyanəti ilə ən böyük cinayət idi. Həqiqətən də o cəzasız qalanda fəlakətə səbəb olacaqdı. Bəhram Gürü düşmən ölkə görəcəkdir ki, onları məğlub edib. Bunu çıxara bilərik bu nəticəni. Elə xətalar vardır ki, onu bağışlamaq mümkün deyil. Bəli, həqiqətən də görürük ki, vəziri də bağışlamır. Ən ağır günah vətənə xəyanətdir. Bəli, birbaşa vəzir vətənə xəyanət eləmişdi dövlətə. Vəzirlər həmişə xəyanətkar olurlar. Uşaqlar, burada yalnız bir vəzir var axı. Bir vəzirin timsalında biz bütün vəzirləri deyib səhv məntiqi ümumiləşdirmə apara bilmərik axı. Yanlış ümumiləşdirmə apara bilmərik. Burada biz təkcə bir vəziri görürük. Deməli, bu səhv fikirdir. Bəzən sadə bir hadisədən böyük ibrət dərsi götürmək olar. Bəli, necə ki, çobanın əhvalatından həqiqətən də ibrət dərsi götürdü bizim hökmdarımız. Dedi ki, artıq mən ehtiyatımı əldən vermərəm. Açıq suallara baxaq. Deyir, ifadəni həqiqili və məcazili baxımından kontekstdəki mənası. Deməli, baxaq, yorulmuşdu sözü. Deyir, İsti və susuzluqdan hökmdar yorulmuşdu. Burada yorulmuşdu həqiqi mənadadır. İndi sənə deyir onu fərqli nümunədə. Yəni həqiqidirsə məcazi işlətməlisən. Yorulmanın məcazisini deyə bilərik uşaqlar. Əldən salmaq və yaxud da nəfəsi kəsilmək deyə bilərik. Əldən ayaqdan salmaq deyə bilərik. Haldan salmaq deyə bilərik. Taqətdən salmaq və yaxud da amanını qırmaq, ürəyini çəkmək, ürəyini üzmək. Yəni məcazi mənalı ifadələr yaza bilərik. İkinci ifadəyə baxırıq. Bizim deyir ki, başa düşmür. Başa düşmür. Uşaqlar, bu başa düşmür, bu məcazidir. Biz onun həqiqisini işlətməliyik. Həqiqisi nədir? Həqiqi mənalı anlamaq və yaxud da duymaq, sezmək, hiss etmək. Baxın, bunların istənilən versiyasını yaza bilərsiniz. İndi 20-ci suala baxaq. Deyir, mətndə altından xətt çəkilmiş hissədəki fikri qüvvətləndirə bilən atalar sözünü seçin. Yəni, birini seçməlisən və seçimini əsaslandır. Bizim altından xətt çəkilmiş hissəmizdə deyir ki, bu sirri mənə açmasan, çörək yeməyəcəyəm. Nə üçün o iti cəzalandırmışsan? Deməli, uşaqlar, bunu qüvvətləndirən atalar sözümüz, hər işin bir hikməti vardır. Həqiqətən də uşaqlar, şah çobanın iti cəzalandırdığını görəndə anlayır ki, bu adi bir qəddarlıq deyil də. Hiss edir ki, çobanın bu qərarının arxasında nəsə ciddi bir səbəb, yəni bir hikmət var. Hikmət nədir? Yəni bir məqsəd var.
Buna görə də soruşur ki, onu deməsən, yəni mənə denə, aç denəndə görüm niyə onu belə cəzalandırmısan? Deməli, hər işin bir hikməti var fikrini biz bu mətndə birbaşa əlaqələndirə bilərik. Qonaq ruzisi ilə gələr, qonağa çörək yeyirsən deməzlər. Qonaq ruzisi ilə gələr, heç biri isə mətnimizə uyğun deyil. Çünki burada biz görmürük axı Bəhramgürün ayağında olan bərəkəti, Bəhramgür özü ilə xeyli bərəkət gətirdi və yaxud da qonağa çörək yeyirsən deməzlər. Burada biz görürsüz axı, bu çobanın onu süfrəyə dəvət etməsindən görürük ki, çoban həqiqətən də bir qonaqpərvər obrazdır. Yəni bizim mentalitetimizə uyğun olaraq qonaqpərvərdir. Və Bəhramgür demir ona ki, mənə süfrə aç. O birbaşa cavab gözləmədən süfrə açır və onu dəvət edir. Burada qonağa çörək yeyirsən deməzlər, bu ifadə ilə səsləşmir. Ümumiyyətlə bu hissədə qabardılan uşaqlar çobanın qonaqpərvərliyi və yaxud da yeməklə bağlı heç nə deyil. Burada qabardılan əsas məsələ cəzalandırmaqda olan səbəbdir. Və o səbəbi biləndən sonra hökmdarın ayılmağıdır. Yəni hər işin bir hikməti var, bir səbəbi var, daha doğrudur. İkinci mətnimizə baxaq. Deyir, mətndə dəqiq fakt kimi təqdim olunub. Baxsaq, deyir, qatran sürtlərsə əfsanəvi varlıq ona yapışıb qalar. Qatran deyirəm, üzr istəyirəm. Qatran yapışqanlı bir maddədir, bərk yapışqanlı. Onun üzərinə nəsə yapışarsa çox çətinliklə qopur. Qatran sürtlərsə əfsanəvi varlıq ona yapışıb qalar. Xeyr uşaqlar, bu fakt deyildi mətnimizdə. Qeyri-təbii varlıq atları süpə qədər çapıb yorur. Bu da fakt deyildi, ehtimal kimi irəli sürülmüşdür. Gəlinciklər atın yalındakı duz dadını sevirlər. Bəli, bu mətnimizdə fakt kimi təqdim olunub. Mətndə alimlərin iddialarına əsasən qeyd olunur ki, gəlinciklər atın yanındakı tər qalıqlarından yaranan duzun dadını sevirlər. Bu əfsanə yox, daha çox elmi ehtimal kimi verilir. Yəni fakt kimi verilir bu. Gecə hamiyyətindən sonra sirli varlıqlar tövləyicidir. Bu insanların mifoloji fikirlərdir. Mif, yəni reallığa uyğun olmayan ehtimalları. Atın yatarkən sürtünməsi yolları dolaşdıra bilər. Xeyr, yatarkən deyil də axı. Bu cavabımız da səhvdir. Mətnin məzmunu ilə bağlı plan bətlərin ardıcıllığını tapın. Plan bətin ardıcıllığında kənd yerlərinin qorxulu hekayəsi birinci olur giriş hissədə və daha sonra əsas hissədə deyil gecənin mistik qonaqları və daha sonra isə kiçik təqsirkar 3-2-1 mətnimizə uyğundur. Tünd qara hərflərlə verilmiş sözün mətndəki mənasına uyğundur. Tünd qara hərflə verilmiş əcaib hadisə. Əcaib yəni uşaqlar qeyri-adi deməkdir. Üzərində rəqəm yazılmış hansı söz məcazi mənadadır? Üzərində rəqəm yazılmış 5-ci sözə baxsaq, gəlinciklər bu dadı. Dad burada həqiqi mənadadır. Ona görə 5 olmaz. Atlar tərləyəndə, tərləmək həqiqi mənadadır. Məcazi deyil. Daha sonra 3-cü çevik. Çevik olan gəlincik. Çevik yəni cad olan gəlincik. Bu da həqiqi mənalıdır. Məcazi deyil. İkinciyə baxaq. Deyir, atın yanı mürəkkəb düyünlərlə hörürlər. Burada artıq uşaqlar düyün həqiqi mənadadır. Düyün nədir? Atın yanındakı hörükləri ifadə edir də. Sanki hörükləri bir-birinə bilərəkdən bağlanıldığı göstərilir. Düyün, bağdır. Yəni hörükdə də düyünün olması həqiqi mənadadır. Amma birə baxsa, deyir, gəlin bu sirli düyünün, yəni hadisənin pərdə arxasına baxaq. Uşaqlar, hadisənin düyünün, yəni hadisənin, düyün hadisə mənasında artıq məcazləşir. Yəni burada öz ilkin həqiqi mənasını ifadə etmir. Cavab olacaq 1. Mətnə əsasən fikri tamamlayan ifadə müəyyən edin. Atın belinə çıxmaqda gəlinciklərin məqsədi nə idi? Çünki onlar duzu xoşlayırdılar, istəyirdilər duz qalıqlarını yesinlər. Duz qalıqlarıyla qidalanmaq istəyirdilər. Mətndə bu nəticələri çıxarmaq olar. Hadisənin səbəbkarı olan gəlinciyi qədimdə yaşamış insanlar da aşkar etmişlər. Xeyr, bu yanlış fikirdir. İnsanlar aşkar etməyiblər. Qədimdə bəzi qeyri-adi hadisələr mifoloji varlıqlarla izah edilmişdir. Bəli, hətta insanlar mifoloji, yəni reallığa uyğun olmayan varlıqlarla izah edirdilər. Bu doğru fikirdir. Gecələr atların saçını hörən insan deyil. Bəli, insan deyildir uşaqlar. Bəs olan hadisəyə hələcə tam elmi izah verilməmişdir. Axı verilmişdir, zooloqlarımız, alimlərimiz ehtimal veriblər. Cavabımız 2 və 3-dür.
Mətnin sonundakı nöqtələrin yerinə uyğun nümunəni müəyyən edin. Mətnimizin sonunda deyir ki, istər bu hadisəni təbiətin kiçik bir oyunu, istərsə də ulu babalarımızdan qalan sirli bir əfsanə kimi qəbul edin. Bir fakt dəyişmir. Atların yallarının hörülməsi. Uyğun nümunələr. Artıq heç kim üçün maraqlı hadisə deyil. Maraqlı deyildisə, niyə alimlərimiz, zoologlarımız araşdırırdılar? Bu yanlışdır. Gəlinciklərin atlara olan sevgisinin sübutu kimi qəbul edilməlidir. Xeyr, bu uşaqlar doğru deyil. Niyə doğru deyil uşaqlar? Gəlinciklərin adları olan sevgisinin sübutu deyildi axı. Sevgiləri deyil, daha çox onların ehtiyacları idi. Nə idi ehtiyac? Atın yanındakı tər qalıqlarından qidalanırdılar. Bu sevgi deyildi. Bu bir heyvanın qidalanmağa olan ehtiyacı idi, dad ehtiyacı idi. Sevgisi deyildi. Daha çox deyirik, heyvanlarda bu instinktiv tələbatdır. Bax, buydu, sevgi deyildi. Hələ də folklorumuzun ən maraqlı mövzularından biri olaraq qalır. Bəli uşaqlar, deyə bilərik. Çünki niyə? Folklor nə deməkdir ümumiyyətlə? Xalqın adət-ənənəsində, yəni düşüncəsində, şifahi xalq yaradıcılığında, hekayələrində hələ də qalır. Doğru fikirdir. Deməli, cavabımız olacaq C variantı. Bizə bu mətni çatdıran müəllif də elə onu demək istəyir ki, xalqın yaddaşında, folklorunda bu maraqlı bir hekayə kimi yaşayır. Məsələsində elmi baxış bu sirri daha məntiqsiz şəkildə izah edir. Xeyr, elmi baxış daha əksinə məntiqli idi, məntiqsiz səhvdir. Bizə insanların verdiyi mifoloji baxış məntiqsizdir. Qeyri-təbii qüvvələr tərəfindən həyata keçirilir. Qeyri-təbii qüvvələr, uşaqlar. Əgər biz E variantı bura qoysaq, axı birinci tərəfdə bizə deyir qeyri-təbii qüvvələr tərəfindən, yəni mifoloji, ikinci tərəfdə elmi. Axı biz bunu qeyri-təbii qüvvələri qoysaq, elmi tərəfi inkar etmiş olarıq axı. Deməli, cavab E-də olmaz. Cavab C variantı uşaqlar. Mətndəki imza qoyulmuş ifadəsilə müəllif nəyə çatdırmaq istəyir? Deyir, imza qoyurmuş. Onlar atı səhərə qədər çapıb yorur, sonra isə sanki imza qoyurmuş kimi atın yanına mürəkkəb düyünləri hörürdülər. Uşaqlar, burada imza qoymaq sanki bir mesaj ötürür də sahibinə ki, mən varam, bunu eləyən mənəm. Təqsirkarın gəlinciyi olduğu yanlışdır. Müəllif bunu axı bizim gəlinciyimiz bunu şuurlu formada eləmir. Sadəcə duz yemək istəyir də. Nəticəsində də atın yalları dolaşır təsadüfən. Bunu çatdırmaq istəmir. Mifoloji varlıqların yazı yazma bildiyini, burada imza qoymaq, o həqiqi mənada bu imza çəkməkdən söhbət getmir. Burada iz qoymaq mənasındadır. Mifoloji varlıqların insan xüsusiyyətlərinə malik olduğu, burada bu da yanlışdır. İmza şuurlu, insana aid olan bir hərəkətdir. Amma burada gəlincikdən yox, məhz əfsanədəki sirli varlıqlardan bəhs edilir uşaqlar. Heyvanlar hərəkət edərək iz qoya bilər, amma imza qoya bilməzlər. İmzanı necə qoysunlar? Bu insana aid olan bir xüsusiyyətdir, düzdürmü? Yəni imza qoymaq məqsədi bir hərəkətdir də. Bunu mən etdim sanki mesajını verməkdir. Ona görə olmaz. Hadisənin cəhdkarlandığı tamamilə yanlışdır. Atların sahiblərinin sanki mesaj göndərdiklərini, bəli, sanki demək istəyir ki, bunu eləyən mənəm tipli mesaj verir. Yaxşı, 29-cu suala baxaq. At belindəki gəlincikdən qurtulmaq üçün çırpınır. Nəticəsinə yaza bilərik ki, uşaqlar səhər tezdən tər içində, yalları düyünlü halda tapılır. Atların yallarında duz qalıqları yaranır. Bunun nəticəsi nə idi? Gəlinciklər bu dadı sevdikləri üçün gecə boyu atın yalında hərəkət edirdilər. 30-cu suala baxaq. Bəhs olunan hadisəyə elmi yanaşmanın xüsusiyyətləri, bir də bəhs olunan hadisəyə mifoloji yanaşmanın xüsusiyyətlərini Eyler və diaqramı ilə verib, hər ikisinə aid olan xüsusiyyəti və ortağa kəsişən nöqtəyə də ortaq xüsusiyyəti yazmalıyıq. Uşaqlar, baxsaq elmi yanaşmanın xüsusiyyətlərinə. Nə olar elmi yanaşma? Hadisəni konkret heyvanın hərəkətləri ilə izah edir də, onların duz yeməkləri ilə izah edir. Yəni, konkret heyvanın hərəkəti ilə izah edir. Zoologların, alimlərin araşdırmalarına əsaslanır və sirli görünən hadisəni məhz təbiətin qanunları ilə əsaslandırır elmi yanaşmamız. Amma mifoloji yanaşma
hadisəni qeyri-adi, yəni sirli varlıqların, reallığa uyğun olmayan sirli varlıqların əməli kimi təqdim edir. Xalq inanclarına əsaslanır, əfsanələrə əsaslanır. Hadisəyə sanki qorxulu və mistik bir don qazandırırlar bunlar mifoloji yanaşmanın xüsusiyyətləri. Amma ortaq cəhət nə idi uşaqlar? Ortaq cəhət o idi ki, hər ikisi eyni hadisəni, yəni atların yalının gecə hörülməsi faktını izah edirlər. Hər ikisi hadisənin gecə baş verdiyini izah edirlər. Baxın, bunları yaza bilərik cavab variantına.